Herkese selamlar. Bugün Etihad'dayız. İngiltere Club etkinliği çerçevesindeki Manchester City ve Arsenal komandaları arasındaki karşılaşma ile beraber sizlerleyiz. İndi ise maça Manchester City'nin vuruşuyla start verilir. Fernando Torres başladı maça. McAllister pası geçmiyor burada. Declan Rice topu karşılıyor. Topu karşılamaya çalıştılar. Dikkat olma lazımdı. Müdafiə çobuk çəfəyə ve müdafiə Ferran Torres topu alır. Ferran Torres top direğidir. Bəxtimiz gətirir ikinci zərbə. Qapıcı David De Gea erkən bir gola yaxınlaşmışdı Arsenal komandası. Sandro Martinez ötürməsini verir Ferran Torres'e. Ferran Torres nə baş verir burada? Torres topu qapıdan keçirir. Hesab açıldı 1-0. Kapı karşısında geçit devam edir. Doku ötürmesi verir. Ferran Torres müdafiə yaxşı oynayır. Lisandro Martinez imkan vermir ona fərqlənsin. Paslar açmaya çalışırlar indi. Alacaq mı? Jeremy Doku irəli pası verir bilmir Jeremy Doku. Arsenal müdafiəçisi daha tez çatır və topu imkan vermir. Isak ötürmə yaxşı almışdı ama diqqətli olma lazımdı. Odegaard İkinci zərbəyə imkan vermək olmaz. Müdafiədən çıxmaq lazım indi. Doku'nun pası keçmir. Vier topu qarşılaya bilir. Martin Odegaard. Doku. Ötürmələr yaxşı alınmır burada. Fernando Torres. Haaland əla pas. Darwin Núñez istiqamətində. Darwin Núñez. Ötürmələri qarşısını kəsir William Saliba. Topa alır burada futbolçusun biri. İndi əvvəl çıxdılar. Erling Haaland irəliləyir. Haaland hürməsi Ferran Torres'e. Fernando Torres 1-1. Manchester City ikinci hissəyə golla başlayır. Bərabərlik təmin edilir qarşımda 51-ci dəqiqə. Fernando Torres topu qapıdan keçirir. Əla bir şans anı. Diqqətli olmaq lazımdır. Isak topadı. Isak'ın zərbəsi təhlükə almış kifayət qədər. Ama itirir de topu. Dikkət olma lazımdır. Qapıcı qabağa çıxmalıdır. Təəssüf ikinci gol yedik. 57-ci dəqiqə rəqib bu episodları dəyərləndirir və hesabı yenidən önə keçməyə müvəffəq olur. Bu dəfə Alexander Isak idi gol vuran futbolçu. Lisandro Martinez. Ferran Torres aşırma zərbə. Hesab artıq 3-1 olur. Arsenal 3-cü topu vurur və hesab artıq 3-1 olur. Bu prinsipiyel qarşılaşmada Haaland bugün zəif təsir bağışlayır həqiqətən klubun heyətində. Zərbə və 4-cü gol gəlir 89-cu dəqiqədə. Arsenal qapıdan 4-cü topu keçirməyə müvəffəq olur. Bu qəbul edir. Declan Rice və hakim 90 dəqiqə bitirir. Manchester City 1, Arsenal 4 və bu oyun artıq biz sonuna gəlmiş olduq. Növbəti oyunlarda görüşmək ümidi ilə hələlik sağ olun.